Hər vaxtınız xeyir olsun, Best FM radiosunun izləyiciləri. Bəli, bugün çərşənbə axşamı 8 aprel. Yox, çərşənbə günüdür, 8 aprel və biz yenə də tariximizin imzası adlı verilişimizə səslənirik. Əlaqə telefonumuz 060 237 0000-dır. Tariximizin imzası qəhrəmanlıqla yazılan şanlı səhifəmizdir. Qəhrəmanlarımızın imzası heç vaxt bu səhifələrdən silinməyəcəkdir. Onların igidliyi tariximizin yaddaşına əbədi həkk olunub. Bu imzayı heç zaman köklənməyəcək, heç zaman unudulmayacaq. Çünki Azərbaycan nə qədər yaşayırsa, onun qəhrəmanları da o qədər yaşayacaq və o qədər tanınacaq. Bəli, bugün yenə qonaqlıyıq. Verilişimizin bugünkü qonaqları şəhid Abdullah Əhmədovun atası Hacı Əhməd Əhmədov və anası Validə xanımdır və növbəti qonağımız isə Maya xanımdır. Maya xanım həm şəhid xanımıdır, həm də bizim bir Vətən müharibəsində igidlik göstərən şəhidimizin xalasıdır. Az sonra bunlar haqqında danışacağıq və sizlərə məlumat verəcəyik. Sərdar Həsənovun həyat yoldaşıdır Maya xanım və şəhid Akif Cabbarovun xalasıdır. Onu da nəzərinizə çatdıraq ki, Maya xanım çox gənc idi həyat yoldaşını itirəndə və bacısı xəstələnir, bacısının oğlunu öz yanına alır, övladı kimi baxır. Sonra isə könüllü olaraq aprel döyüşlərində döyüşür Akif Cabbarov. Ondan sonra isə Vətən müharibəsində qəhrəmanlıqla vuruşur və şəhadətə ucalır. Az sonra şəhidlərimizlə tanış olacaqsınız. Xoş gəlmisiniz Əhməd qardaş. Təşəkkür edirik. Əhməd qardaş həm də nəzərinizə çatdıraq ki, böyük tədbirlərin təşkilatçısı və şairdir. Əhməd qardaş həqiqətən də böyük bir istedada malik olan böyük bir insandır. Mən onu tədbirlərdə kəşf etdim və gördüm ki, həqiqətən də şəhid atasının adını uca edən bir insandır. Və daima da öz şəhidi ilə bərabər bütün şəhidləri təbliğ edir. Hər birinə öz övladı, öz oğlu kimi baxır və hər birinin də ailəsinə öz ailəsi kimi yanaşır. Buyurun, söz sizdədir Əhməd qardaş. Təşəkkür edirəm Yeganə xanım. Fürsətdən yaranmış, fürsətdən istifadə edib Best FM-in yaradıcısı olan Aqil müəllimi, sizi və bütün yaradıcı insanları salamlayıram. İlk öncə başda şəhid ailələri, anaları, ataları olmaqla bütün valideynlərimizi salamlayıram, xalqımızı salamlayıram, qazilərimizi salamlayıram, dövlətimizi, ondan sonra ordumuzu, qəlbi, ürəyi Azərbaycanla döyünən, irqindən, dinindən asılı olmayaraq hər bir vətəndaşımızı salamlayıram. Mən Hacı Əhməd Əhmədov 2-ci Qarabağ müharibəsinin şəhidi Abdullah Əhmədovun atasıyam. İndi o barədə birazdan yoldaşım da danışacaq. İndi o ailə tərkibi haqqında yəqin ki, o məlumat versə daha yaxşı olar. Qısa deyim ki, Abdullah bizim yeganə evladımızdır. 18 yaşında Suqovşanın alınmasında, qaytarılmasında gözlərini dünya işığına yummuşdur. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Doğrudan da şəhidlər unudulmur. İnsan görürsən ki, dünəni var, bugünü var, bir də sabahı var. Bax, belə bir yaşayan bir varlıqdır. Amma çox insanların görürsən ki, yaşayır, Allah ömür verir, amma onların sabahları unudulmaqla keçir. Baxmayaraq, yaradıcı insanların, bu xalqa bir xeyir verən, ondan sonra sənət adamlarının, elm adamlarının, bir o cümlədən də şəhidin. Quran-ı Kərimdə ancaq görürsən ki, elmidən və şəhiddən mövzular yaranır və Allah təbərək və teala onların haqqında deyir ki, وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللّٰهِ Allah yolunda canını fəda etmiş şəhidlərə, yəni heç vaxtı ölü deməyin. Abdullah evimizin bir yağda qeyd etdim ki, yeganə varisidir. Onunla bağlı şübhəsiz ki, xatirələrim var. Heç bir anda yadımdan çıxmayan bir evladımdır.
O mənim xəyallarım idi, o mənim arzularım idi. O mənim yaşadanım idi. Yəni ondan başqa kimin vardı ki mənim? Amma vətənimiz, elimiz, obamız, yəni torpaqlarımız 30 ildən çox müharibə şəraitində yaşadı. Qocalar, körpələr, qadınlar, hamısı qətl olunurdu. Bunlar gözümüzün qabağında baş verən hadisələrdir. Bu erməni faşizminə düşünürəm ki, bir dur deyən bir ordu lazım idi, oğullar lazım, bir komandan lazım idi ki, o da 2020-ci ildə bizim bu oğullarımızın, qəhrəmanlarımızın rəşadəti ilə həyata keçirildi və oğlumla bərabər şəhid olmuş minlərlə qəhrəmanın qələbəsidir Qarabağlar. Əlbəttə ki, əlbəttə ki. 12 il həsrət, 12 ildən sonra dünyaya gəlmiş evin tək oğlu. Bəli, validə ana, Əhməd qardaş bu həsrəti o qədər gözlədilər və Allah Taala onlara bir oğul övladı nəsib etdi. Abdullanı nəsib etdi və sevə-sevə böyütdülər Abdullanı, sevgi ilə böyütdülər. Vətənpərvər böyütdülər, vətəninə sevgi ilə böyütdülər Abdullanı. Çünki o vətənini daha üstün tutdu və vətən yolunda qəhrəmanlıqla şəhadətə ucaldı. Validə ana, xoş gəlmisiniz. Təşəkkür Allah edirəm. sizlərə səbir versin. Mən sizin qarşınızda ana kimi baş əyirəm. Əllərinizdən öpürəm. Çünki siz yeganə övladınızı, tək övladınızı vətən yolunda qurban vermisiniz. Və bugün də məğrur ana olaraq hər kəsin yanında başınız dikdir və məğrur olaraq oğlunuzu təbliğ edirsiniz, tanıdırsınız. Buyurun, eşidirik sizi. Bir balaca Abdullanın uşaqlıq illərinə istəyərdim dönüş edək. Öncədən salamlayıram hamınızı. Təşəkkürümü bildirirəm BSF-in studiyasına ki, bizi bugün bura dəvət etdiyiniz üçün. Həqiqətən şəhidlər ölməzdilər, unudulmazdılar. Ancaq biz üçün çox çətindir ki, bizim yeganə övladımız şəhid olub. Çox əziyyət çəkirik. İkimiz də şəkər xəstəsi tutulmuşuq Abdulladan Allah sizə sonra. şəfa versin. Allah sizə səbir versin. Abdullaya bir gün sual verdim ki, bəlkə getməyəsən əskər. Dedi, ana, yox, mən utanaram, bayra çıxa bilmərəm. Mən əskərə gedim. Hərbi paltarı çox sevirdi giyinməyi. Uşaqlıqdan Pipsi oğlu hərbiçi idi, paltarlarını giyinirdi. Deyirdi, ana, mən əskər paltarında evə gələcəm. Ancaq əskər paltarında gəlmədi evə. Şəhidliyi gəldi. Daha böyük əskər olaraq gəldi, zabit gəldi. Çox mehriban, dostcanlı uşaq idi Abdullah. Çox çətindir Abdullah haqqında danışmaq. Ana, biraz səbirli olun. Deməli, yaxın günlərdə Abdullahın doğum gününü qeyd edirdik və mən bir WhatsApp statusu paylaşmışdım. Abdullahın bir neçə sinif yoldaşları gördüm ki, mənə yazırlar. Deməyəsən, Abdullahın sinif yoldaşları olublar, heç mən də onları tanımamışam. İndi zamanla onları sizin tanış edəcəm. İnanın ki, o qədər Abdullahdan mənə ağız dolusu, mehribançılığından, gözəl bir dost, gözəl bir sinif yoldaşı olmağından danışdılar onlar. İnanın, Abdullah qəhrəmanımızdır. Əlbəttə ki, Azərbaycanın qəhrəmanıdır. Və dedi ki, o qədər gözəl bir uşaq idi ki, o qədər dostcanlı idi, o qədər sinif yoldaşlarına xüsusi hörmətlə yanaşan bir uşaq idi ki, yəni hər yerdə mən onun xoş sədalarını eşitdim. Necə ki, o bizim qəhrəmanlıq tariximizi yazdı və bizim Qarabağımızı bizə qaytarılmasında onun müstəsna xidmətləri oldu. Bəli, növbəti qonağımız Maya xanımdır. Deyirlər ki, xala ana yarısıdır. Mikrofon alım əlimə. Yox, elə oradan danışacaq. Deməli, deyirlər xala ana yarısıdır. Bu, yəni doğru bir sözdür. Düzdür. Və bunu mən sizin simanızda gördüm. Siz Akifi nə qədər təbliğ edirsiniz. Demək olar ki, hər gün Maya ana Sumqayıt Şəhidlər Xiyabanında Akifin məzarını ziyarət edir və onu zamanla tanıdır. Onun doğum günün, ad günlərin hamısını zamanla qeyd edir. Həm də nəzərinizə çatdıraq ki, bax bu gördüyümüz qəhrəman xala, qəhrəman qadın, 1-ci Qarabağ müharibəsi şəhidi Sərdar Həsənovun ömürgün yoldaşıdır. Sərdar şəhadətə ucalır və Maya ana heç ailə qurmaq fikrində də olmur. Çünki o böyük bir qəhrəmanın yoldaşı idi. Və böyütdüyü oğul Akif qardaşımız da
aprel döyüşlərində və Vətən müharibəsində iştirak edir. Vətən müharibəsində qəhrəmanlıqla şəhadətə ucalır. Buyurun, söz sizdədir Maya xanım. Çox sağ olun Yeganə xanım bizi dəvət elədiyiniz üçün. Çox sağ olun, təşəkkürümü bildirirəm Aqil müəllimə, Yeganə xanıma. Çox sağ olun ki, siz bizə şəhid ailələri üçün dəyər verirsiniz. Allah sizdən razı olsun. Mən 1-ci Qarabağ şəhid yoldaşı Həsənova Maya Mürşid qızı Həsənov Sərdarın həyat yoldaşıyam. Mən onda bağışdan 22 yaşım var da, həyat mənim üçün çox qara gəldi. Heç talihim üzümə gülmədi. Nə deyim ki, elə bu dərdlə yaşaya-yaşaya yenə də bu dərdi yenə də yaşadım. Mənim bacım rəhmətə getmişdi, 7 il idi də. Akifin anası. Akifin anası. Hə, onun da bir dənə tək yeganə oğlu Cabbarov Akifdir. Elə öz familiyamızda daşıyır, bizim elə ata familiyasını daşıyır. Ona çox güvəndim, onunla təsəlli tapdım. Necə deyim, çox ona bağlı bir xala oldum. 2016-da əsgər getdi. Gedəndə elə anası xəstəlikdən vəfat elədi. Çox həyəcanlı oluram, adam biraz danışa bilmir. Bu aprel döyüşlərində də iştirak elədi, Füzulidə. Heç o bizə bildirmədi. O bir ay orada qaldı, sonra gəldi. Deyəsən minamyot atan olubdu. Atan olmuşdu, ona görə onu tez çağırdı. Sonra da bu 2020-də Vətən müharibəsi deyək də, ona çağırıldı. Elə 23 yaşı sentyabrın 20-sində tamam olan kimi elə görüşdük, xala, bala, nə bilim, o ağır günləri. Neysə getdi də. Elə dedi ki, tədbirə çağırıblar da, belə nətər deyim də, elə məni təsəlli verə-verə getdi. Yəni heç demədi ki, mən müharibəyə gedirəm. Yox, heç bildirmədi. Heç o döyüşlərdə də danışırdım. Deyirdi ki, heç nə yoxdur. Elə səbirlə danışırdı ki, müharibədə iştirak edir. Neysə, Füzulidə gedən döyüşlərdə şəhid olmuşdu. Bəli, Akif və Akifin timsalında olan bütün şəhidlər bizim tariximizə imzalarını yazdırdı və bizim qəhrəmanlıq savnaməmizə adlarını qızıl hərflərlə yazdırdı. İllər, qərinələr keçəcəkdir, lakin bu oğullar unudulmayacaqdır. Daima hərb tariximizdə yaşayacaqlar. Əhməd qardaş, sizdən bir şeir almaq istəyirəm. Buyurun. Təşəkkür edirəm Yeganə xanım. Bir daha deyirik, Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin, amin. Mikrofona zəhmət olmasa. Demək, Nicatımızın anası Əfsanə xanım yazır. Can Əhməd əmi, Validə xala, Allah sizə səbir versin. Əhməd əmi bu 6 ildə bizi başına yığıb, böyüklük edib. Allah onu bizə çox görməsin, Əfsanə xanım yazır. Sonra Ziya adında bir deməli, tamaşaçımız yazır Füzulidən. Aqil müəllim, sizi və qonaqlarınızı salamlayıram. Allah sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Sonra bir dənə yenə İnşahat MMC-nin bir SMS-i var. Salam Aqil bəy. Gözəl qonaqlarınızı var olsun. Salamlayıram hər birinizi. Yenə Ziya yazır. Aqil müəllim, sizi və qonaqlarınızı salamlayıram. Allah şəhidlərimizə rəhmət eləsin. Bəli, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Mən də fürsətdən istifadə edib, elə o şəhid anası, düz deyil, biz ailə kimi hamımız bir demək olar ki, vaxtımızın əksəriyyətin bir yerdə olur. Əfsanənin özünü, Əfsanə xanımı, Ziya qardaşımızı və onların simasında bütün izləyicilərimizi salamlayıram, təşəkkür edirəm. Bizlər üçün vaxt ayırdıqlarına görə, bizlərə dinləyib, yəni qulaq asdıqlarına görə təşəkkürlər onlara. Allah onların da qəhrəman oğullarına, Əfsanə kimi xanımların böyütdüyü Nicat kimi oğullara Allah rəhmət eləsin deyirəm. Allah səbirlər versin. Amin. Cəmi şəhidlərimizə. İndi isə Abdullah Əhmədovu sizi daha yaxından tanış edəcəm və sonra onun haqqında bir mahnı yazılıbdır, onu səsləndirəcəyik.
12 il həsrət, 12 ildən sonra dünyaya gəlmiş evin tək oğlu Abdullah Əhmədov. Abdullah 12 mart 2002-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş bir Azərbaycanlı ailəsində dünyaya gəldi. 2008-2017-ci illərdə Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə 9-cu sinif təhsili alır. 2017-ci ildə Sumqayıt şəhər 34 saylı orta məktəbdə təhsilini davam etdirir və 2019-cu ildə buranı bitirir. 2020-ci ilin may ayının 5-də Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmət Çağırış İdarəsindən həqiqi hərbi xidmətə yola düşür. Goranda yerləşən en saylı hərbi hissədə xidmətə başlayandan sonra Tərtər rayonunda xidmətini davam etdirir. Azərbaycan ordusunun əskəri olan Abdullah Əhmədov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsində şücaətliklə vuruşur və oktyabrın 2-sində Talış istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərərək 18 yaşında şəhidlik zirvəsinə ucalır. Minlərlə şəhər sakininin, ailə üzvlərinin, yaxınlarının, xidmət etdiyi hərbi hissənin, zabit heyətinin, döyüş yoldaşlarının və icra hakimiyyətlərinin nümayəndələri müşahidə ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır. Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Əhmədov Abdullah Əhmədoğluna ölümündən sonra vətən uğrunda su qovşanın azad olunmasına görə, igidliyə görə cəsur döyüşçü medalları ilə təltif etmişdir. Allah məqamın uca eləsin. İndi isə Abdullah haqqında olan mahnını səsləndiririk. Bu musiqi 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Abdullah Əhmədova ərmağan edilir. Tək ümidim, tək varlığım mənim bircə balam vardı. O tək oğlum Abdullah'mı vaxtsız torpaq məndən aldı. Aman Allah, aman Allah, dərdim böyük, çarəsizəm. Abdullah balam şəhid oldu. Yox bir kimsəm, kimsəsizəm. Aman Allah, aman Allah, hey, dərdim böyük, çarəsizəm. Abdullah balam şəhid oldu. Hey, yox bir kimsəm, kimsəsizəm. Tez bitirdin sen ömrünü, çok değildi senin yaşın. Mənə qalan şəkillərin, bir də qara məzar daşın. Aman Allah, aman Allah,
çaresizem. Abdullah balam şehit oldu. Yok bir kimsem, kimsesizem. Aman Allah, aman Allah. Hey, derdim büyük, çaresizem. Abdullah balam şehit oldu. Hey, yok bir kimsem, kimsesizem. Aman Allah, aman Allah. Derdim büyük, çaresizem. Abdullah balam şehit oldu. Artık yok bir kimsem, kimsesizem. Kimsesizem. Mənim şehit balam. Bestefer radyosunda Bu musiqi herkes dinlesin ikinci bizi. Qarabağ müharibəsində Maraqlı qancasına şəhid olmuş haberler Abdullah Əhmədova Ərmanidir. Maya xanımın ömürgün yoldaşı Sərdar Həsənov və Maya xanımla cəmi 4 il ailə həyatında ömürgün yoldaşı oldular. Şəhid Sərdar Həsənov haqqında sizə məlumat vermək istəyirəm. Həsənov Sərdar Rəşidoğlu 1971-ci il oktyabrın 28-də Bərdə rayonunda dünyaya gəlmişdir. İlk orta təhsilini yaşadığı Uğurbəyli kənd orta məktəbində alır və 90-cı ildə sevib seçdiyi Maya xanımla ailə həyatı qurur. 92-ci ildə Həqəyə hərbi xidmətə gedir və cəsur döyüşçümüz 1-ci Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşur. 6 yanvar 1994-cü ildə Sərdar Həsənovun son döyüşü olur. Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanır. Bakı şəhərinə hərbi hospitala çatdırırlar. Həkimlər nə qədər səy göstərsələr də əskərimizi xilas edə bilmirlər. Həsənov Sərdar Rəşidoğlu 18 yanvarda 23 yaşında şəhidlik zirvəsinə ucalır. Maya xanım, deyəsən ailə həyatı qurandan sonra Sərdar qardaş hərbi xidmətə gedir. Səhv eləmirəmsə, yəni çox tez ailə həyatı qurursunuz. Hə. Sərdar haqqında nə kimi sizin elə bil yaddaşınıza xatirələr qalıbdı? Düzdür, çox az bir müddətdə ailə həyatında olubdu. Çünki 2 il hərbi xidmətdə olubdu, 2 ildə demək olar ki, bir ailə həyatı keçirtmisiniz. Düzdür, olubdu, ancaq döyüşlərdə olub da. Elə o vaxtda çox gedirdi döyüş. Laçında olubdu, Qubadlıda mühasirədə qalıbdı. Çox günlərin döyüşlərdə keçirib da, elə nə deyim ki. Yaşı ona gözləyəndə nə fikirləşirdiniz həmişə? O ağır döyüşlərə girirdi və sizin fikrinizdə nə keçirdi? Keçirdi ki, ümidim yoxdur da. Ümidiniz yox idi. Bilirdiniz ki, nə vaxtsa şəhid olacaq. Hə, o şəhid olmamışdı, mən yuxuma da, ayan oldu da. Yuxularınıza girirdi. Girdi, hə, şəhid elə ki, pis keçirdim. Evdəkilər də gördü. Sonra xəbər bir nəfər gəldi dedi ki, da yaralıdır, Bakıya götürüblər. Gəldi yer ora hospitalda 12 gün sağ qaldı. Sonra şəhid oldu. Yaşı 12 gün hospitalda onun yəqin ki, yanına ziyarətə Təkcə gəldiniz. mən gedirdim, məni bircə qoyurdular. Aha, son günlərini. O tanımırdı ki, aparata şeyi qoşulmuşdu. Heç bir söhbət falan eləmədiniz. Yox, ölü vəziyyətdəydi, yox. Heç onu mən saatda gözüm qabağındadır, aparatdaydı. Bütün qəlbə dağıtmışdı deyərim. Bəs ondan sonra onun ailəsi sizlə əlaqələr qurdu? Bəli, qohumu. Qohumsuz. Ata-ana tərəfdən qohumu.
həm də qız-qızayıq da. Və sizlə necə münasibətdə olub onun valideynləri? Əla, yaxşı, gedirik, gəlirik. Aha, Məni gidiş çox- gəlişiniz var. Hə, Əlbəttə yaxşı. siz bu qəhrəman oğlun həyat yoldaşısınız. Çox, Belə də Qaynatam olmalıdır. da durur, qaynanam da. Hamısı yaxşı, mənlə yaxşı, çox yaxşı. Baldızım da mənlə qalır, çox yaxşı. Münasibətimiz var, hamısı mən çox yaxşı. Yaxşı. Hə, demək olar ki, özü həmişə sizin profil şəklinizdə də, yəni WhatsApp profil şəklinizdə və paylaşmalarınızda görürəm ki, Akiflə Sərdarı eyniləşdirib bir paylaşım edirsiniz. Çünki bir ailənin iki şəhid oğlu. Biri yoldaşınız, biri də demək olar ki, elə oğlunuz. Belə deyək də, indi isə Akif Cabbarov haqqında sizə məlumatları vermək istəyirəm. Akif Cabbarov 1997-ci il noyabrın 24-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonunda Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014-cü ildə Sumqayıt şəhərinə köçür. General Polad Həşimovun ölümü onu çox sarsıdır. Və avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik İdarəsində gedir, könüllü yazılır və doğum gününü qeyd edir. Sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-sində Vətən müharibəsi başlayır. Akif də vətən borcunu ödəmək üçün döyüşə qatılır. Akif əskərlikdə olduğu zaman aprel döyüşlərində iştirak edib. Akif Cabbarov oktyabrın 25-də Füzulinin Alxanlı kəndində şəhidlik zirvəsində ucalır. Akifin arzusu ilə onun Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamına əsasən ölümündən sonra vətən uğrunda döyüşdə fərqlənməyə görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunur. Gələk bu arzuya. Necə oldu ki, Akif arzu etdi ki, mən məhz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olacam? Mən düzdür, bu haqda eşitmişəm sizdən və istəyirəm bizim dinləyiciləri, tamaşaçılara bu haqda bir məlumat verəsiniz. Özü orada döyüşəndə, içmədən sonra dedi, döyüş yoldaşlarına deyib ki, xalalarıma deyinə, məni gətsinlər, anamın yanında dəfn eləsinlər. Məni qoymasınlar da Gədəbəyə. Onun arzusuymuş, ona görə də biz, mən dedim, xahiş elədim, çox sağ olsun icramızda gətirdi Sumqayıtda Şəhidlər Xiyabanında dəfn edildi. Allah müqamını uca eləsin. Deyəsən, aprel döyüşlərindən sonra da tez-tez Şəhidlər Xiyabanını ziyarət edirmiş və deyirmiş ki, mən də nə vaxtsa burada dəfn olunacam. Deyib dostlarına. Bəli, çünki onun dostları ilə söhbət zamanı bu sözü işlətmişdilər. Bəli, eşitmişdim. Düz deyir, özü də özü namaz qılandı, cümə məscidinə gedirdi. Hər şeydə elə belə uşaq deyildi, din uşağı idi. Allahın yolunu sağlayanıdı, Quran kitabları oxuyurdu. Məqamı uca olsun. Elə onlar hər biri seçilmişlər olubdu. Hər bir oğlumuz seçilmişlər olubdu və yenə də SMS-lərimiz var. Salam Aqil müəllim, təşəkkürümüz var. Oxuyacağam indi. Salam Aqil müəllim, necəsiz? Sizləri salamlayıram. Salamlarımı Əhməd əmiyə, Validə xalaya çatdır. Onları çox istəyirəm. Bizim tamaşaçımızdır. İnanın ki, sizi tanıyan, tanımayan hər kəs çox istəyir. Hər kəs sizə SMS-lər göndərir. Bəli, və Qəni yazır. Salam olsun hər kəsə. Biz də sizi salamlayırıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Və İra Cəbiyeva yazır. Allah Abdullah balamızı, Akif balamızın ruhunu şad eləsin. Allah bütün şəhidlərimizin İra Cəbiyevanın Əbil Cəbizadə, bəli. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Hər biri yazır ki, Allah sizdən razı olsun ki, bu cür verilişləri önə çıxardırsınız və təbliğ edirsiniz, şəhidlərimizi tanıdırsınız. Siz sağ olun ki, bizim verilişlərimizin qonağı olursunuz və biz sizin sayənizdə bu verilişləri apararaq şəhidlərimizi tanıdırıq. Şəhidlərimizi qoymuruq ki, şəhidlərimiz unudulsun. Şəhidlərimiz o zaman unudulur ki, ölür ki, onlar unudulurlar. Şəhid anaları, onlar vətənə qəhrəman bəxş edən müqəddəs analardır.
Bəli, onlar böyük analardır. Onların ən böyük əsərləri öz övladlarıdır. Çünki onlar böyük bir tarix yaşadan, tarix yazan oğullar böyüdüb bizim vətənimizə bəxş edibdir. Validə ana, heç Abdullah yuxularınıza girirmi? Mikrofona zəhmət olmasın. Elə bu yaxınlarda girdi yuxuma. Gördüm atası evdə şəhid atalarını yığıb iftar süfrəsi verir. Aha. Sonra yaxınlaşır mənə, deyir ki, Abdullah gələcək. Bizim həyətdə də görürəm ki, iki daş arasından şəlalə axır. Yoldaşıma deyirəm ki, necə keçəcək Abdullah buradan? Deyir, keçəcək. Gəlir, keçir Abdullah suyun altında. Onu bək-bək qucaqlayıram. Deyirəm, səni heç vaxt buraxmayacağım, heç yerə. Abdullah çox dini imanlı uşaq idi. Həmişə dərsdən gələndə gedirdi məscidə. Dini çox sevirdi. Bir gün məktəbdə müəllimə deyib ki, əskərlərə kimin nəyə gücü çatır gətirsin. Abdullah heç mənə deməmişdi. Özü gedir qonşudan maşın danışır. Nəsə alıb aparır corabdan əskərlərə. Müəlliməsinə deyir ki, müəllimə olar biz bunları korobkaya yığıb rayona göndərməyik. Elə burada Sumqayıtda özümüz aparaq verək hərbiçilər. Müəllimə də belə qərara gəlir. Gedirlər Sumqayıtda qospitala. Orada əskərlərə nə aparırlar? Özləri çıxardıb hamısını paylayırlar orada əskərlərə. Arzusu hərbiçi olmaq idi. Hərbini çox sevirdi. Arzularımız qaldı ürəyimizdə. SMS-lərimizə keçir. Şəhid qardaşı Fəxrəddin yazır. Evin yeganə övladı şəhid Abdullahımızın məqamı uca olsun. Yenə şəhid qardaşım Fəxrəddin yazır. Canımız Maya ana, Akif qardaşımızın ruhu şad olsun. Əliyeva yazır. Allah rəhmət eləsin şəhidlərimizə. Amin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir versin. Bəli, buyurun, buyurun. Mən buradan hər kəsi salamlayıram. Hər vaxtınız xeyirli olsun. Əziz izləyicilərimiz, əziz dinləyicilərimiz, qonaqlarımız xoş gəliblər, səfa gətiriblər. Bilirsiniz ki, şəhidlər bizim başımızın tacıdır. Qazilər də Allah canını sağ eləsin deyirəm. Bizim burada zəhmət olmuş onu mənə verin. Bizim həmişə şəhidlərin yanındadır. Bax, bu şirkət haqqında danışacağım. Sözsüz ki, biz bütün verilişlərdə Yeganə xanım bu haqda məlumat veribdir. Bütün verilişlərimizdə gedir. Azərbaycan kolasından söhbət gedir. Və bu kola bizim hər zaman şəhid anaların, qazilərin yanındadır. Və buradan da Müşfiq bəyə buradan salamlarımı göndərirəm. Nümayəndəsidir. Çox sağ olsun deyirəm. Artıq bizim sularımız isinibdir. Gəlsin, Elxan bəy gətirir sularımızı. Bəli, Azərbaycan kolası haqqında danışmaq istəyirəm sizlərə. Çox bəli, zəhmət olmasa, bəli, buz kolanı təqdim edək. Soyuq vermədik ki, sizə boğazınız ağrıyar. İsidilməyə qoymuşdur. Təşəkkür edirəm Elxan. İsidildi mi? Təşəkkür edirəm, minnətdaram. Bəli, buz kolaya təşəkkürümüzü bildiririk. Artıq bizim seçidlərimiz gəlibdir, var olsun deyirəm. Və buz kola, sadəcə kola, bu sadəcə kola deyil. Bu bizim koladır. Naxçıvan suyu ilə milli dad alma texnologiyasıyla bütün sadalananların bir dəmir qablaşdırma cəmləyib səninlə bölüşürük. Təşəkkür edirəm. Buz kola Azərbaycan kolasıdır. Enna şirkətinə təşəkkürümü bildirirəm. Şəxsən Müşfiq bəyə təşəkkürümü bildirirəm. Buz kolanın nümayəndəsidir və bütün buz kolada çalışanlara hər birinə təşəkkür edirəm. SMS-lər var, oxuyum mən orada. SMS-lər köməklik edeyim, mən Yeganə xanımın verilişidir, müdaxilə eləmək istəməzdim. Amma dəstək olmaq lazımdır. Bizə yazıb göndəriblər 27 qani sentyabr 2027. Allah səbir dözüm versin. Amin. Təşəkkür edirəm. Şəhid qardaşım Fəxrəddin yazıb Allah şəhidlərimizin ruhunu şad etsin. Amin. Evin yeganə övladı şəhid Abdullahımızın məqamı uca olsun. Amin inşallah. Şəhid qardaşım Fəxrəddin yazıb ki, canımız Maya ana, Akif qardaşımıza ruhunu şad olsun. Təşəkkür edirəm. Şəhid qardaşım Fəxrəddin yazıb ki, Allah Əhməd əmiyə, validə anamıza sağlam ömür versin. Təşəkkür edirəm. Arzu Lazaroluk yazıb bizə salam, necəsiniz? Çox sağ olun deyirəm. Bizim aparıcımız, həmkarımız, baş redaktorumuz Aynur Nadir qızı yazıb ki, Allah şəhidlərimizə rəhmət eləsin.
Allah səbir versin, şəhidlər ölməzdir. Təşəkkür edirəm və bir daha da təşəkkürümü bildirirəm bizim sponsorumuza, bizim yanımızda olan sponsorumuza təşəkkür edirəm. Enna şirkətinə buz kolasına təşəkkürümü bildirirəm. Buyurun Yecan xanım, söz sizdə. SMS yazan, diqqət göstərən hər kəsə biz də öz təşəkkürlərimizi bildiririk. Öz adımızdan, ailələrimizin adından. Bəli, şəhidlərimizin getdiyi yol qürur yoludur, şərəf yoludur. Vətən sevgisinin ən ali zirvəsidir. Bu yol heç zaman unudulmayacaq. Daima hörmət, ehtiramla yad ediləcək. Əhməd qardaş, sizdən bir şeir alacağım. İnşallah. Buyurun, mikrofonu alın. Bəli, elə şey olar ki, məclisdə Əhməd Vətən qardaş barəsində olmayan. verilişimizin sonunda bir neçə bəndli Buyurun. bir şeir. Əlbəttə, buyurun, buyurun. Elə şey olar, efirdə Əhməd qardaş olar şeiri olmaya. Torpaqda yatsan da, səndədir qeyrət qürur. Aramızda olmasan da adın əbədi qalır. Sən bir günəşsən, səndədir nur. Keçsə də illər, ürək hələ də eşqinlə vurur. Dünyada hərə bir ləhzədə ömür yaşamış. Dünyada hərə bir ləhzədə ömür etmiş. Kimi cavan, kimsi qoca ikən getmiş. Nakam talihin torpaq üstə bitmiş. Bir qəhrəmansan ki, haqq, həqiqət budur. Çox tez qopdu ömrün yaprağı budağından. Çox tez qopdu ömrün yarpağı budağından. Yandı könlüm ayrılığından. Yoxluğun xəbər verir evimizin sönmüş çırağından. Bu sevgisiz, duyğusuz otaqlarda xəyallar hələ də səni axtarır. Şirin canı qurban etdin vətən üçün. Sənə ağlaram için. Sən səmaları dolanan bəyaz göyərçin. Səni axtarmaqdan gözlər yorulur. Harda olsam fikrimdə, xəyalımdasan. Mən heç kim. Mən heç kim, amma sən dumanlı dağsan. Səmalara ucalan şanlı bayraqsan. Bəlkə də bulud, bəlkə də yağmursan. Səni düşündükcə gözlərim dolur. Sən bayrağa büküləndən, mən qəmlərə büküldüm. Çiçək olub torpağına əkildim. Baharlarda gül açıb, baharlarda da soldum. Sənsiz payızı, qışı baharda gördüm. Aradan ötsə də illər, sənə olan sevgim dəyişməz qalır. Allah şəhidimiz oğlum Abdullaha və onun simasında cəmi şəhidlərə rəhmət eləsin. Neçə oğullar var ki, Abdullah kimi, onlar da elə ailənin tək evlatlarıdır. Bunlar üçün biraz imtihan deyəcəkdik, sınaq olduqca sərt oldu. Yenə Allah səbri versin. Maya bacını salamlayıram buradan. Həm də ki, bir söz deyim ki, Akif orada dəfn olunan gündən biz heç vaxt Mayanı onun xalası kimi yox, doğma anası kimi qəbul eləmişik. Mən öz fikrimi dedim. Allah bu anamıza da səbir versin. 2 dəfə müsibət yaşayıb, 2 dəfə cavan yola salıb. Allah şəhidlərimizi bir daha deyirəm, rəhmət eləsin. Allah sizləri qorusun ki, bu imkanı yaratdınız. Bugün xalqımızla, elimizlə, obamızla üzbəüz ünsiyyətdə olduq. Onlara necə deyərlər ki, indi buradan həm salamımızı dedik, həm şəhidlərimizin haqqında danışdıq. Azərbaycan bizim doğma elimiz, obamız, yurdumuz, yuvamızdır. Biz yeganə bəlkə milləti yer üzündə ki, hər şeysiz yaşayarıq, vətənsiz qala bilmərik. Biz belə bir milləti bağlıyıq torpağımıza. Sənə mərd oğullar edər canını qurban. Sən yer üzünün cənnətisən Azərbaycan. Sənə mərd oğullar edər canını qurban. Sən yer üzünün cənnətisən Azərbaycan. Sənə oğlumun tabutuna bükülən bayraq bir daha yenmə, səmalarda dalğalan. Ulu torpaq, atalardan, babalardan yadigarsan. Sən qəhrəmanlar yurdusan, şəhid qanıyla yoğrulmusan.
Azərbaycan, Azərbaycan, Azərbaycan. Azərbaycanın hər bir yerində yaşayan vətəndaşlarımızı yad edirik və onlara salamlar deyirik, onlara əmin-amanlıq arzulayırıq. Allah xalqımızı, dövlətçiliyimizi, vəhdətimizi qorusun. Amin. Çox sağ olun. Əhməd qardaş, könlünüzə, ürəyinizə sağlıq. Allah sizləri var eləsin. Həqiqətən də bir böyüksüz şəhid ailələrinin üstündə. Hər bir tədbirdə sizin çıxışınızı hər kəs o qədər izləyir, o qədər gözləyir. Keçən dəfə Şəhidlər Xiyabanındayam. Bir balaca elə bir ki, mən tez getmişdim. Hamı deyir, Əhməd qardaş gəlmədi, tədbirimizi başlayaq. Yəni artıq buna hər kəs öyrənib. Sumqayıt Şəhidlər Xiyabanında hər bir evin, ailənin atası, böyük qardaşı kimi sizi görürlər. Validə anamızı da anamız, bacımız kimi görürlər. Bəli, Allah sizi var eləsin. Elə Allah sizi bir-birinizə çox görməsin. Mən bir əlavə eləmək istərdim ki, yadda qalan hadisələr çox olur. Onlardan biri də odur ki, biz tədbirlərimizi başlayanda bir dəqiqəlik həmişə sükut elan eləyərik. Ondan sonra şəhid və şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Azərbaycan himni səsləndirərik. Yadımdadır ki, antiterror şəhidlərimizin birinin tədbirində anım günü idi, səhv eləmirəmsə. Orada bizim bu kolonkada, yəni aparaturada biraz nasazlıq oldu. Telefon müdaxiləsi oldu. Orada bütün ki, orada iştirak edən aparıcılar, qazilər, məsəl ictimaiyyət adamları, şəhid valideynləri çox belə mən ondan razı qaldım ki, əzbərdən Azərbaycan himni ifa elədilər. Canlı ifa elədilər. Yəni canlı şəkildə musiqisiz. Biz xalq olaraq buyuq. Biz vətənimizi sevirik, dövlətimizi sevirik, himnimizi, bayrağımızı sevirik, şəhidlərimizi sevirik. İndi isə musiqiyə keçid alırıq. Allah xalqımızı, millətimizi, bayrağımızı, dövlətimizi qorusun. Bəli, bu bayraq uğrunda minlərlə oğullarımız şəhid oldu ki, bayraqlarımız daima qürurla dalğalansın. İnanın ki, Azərbaycanın dövlət himni mənə görə ən gözəl musiqidir. Mənə görə ən gözəl mahnıdır, yəni ən gözəl himdir. Bütün dövlətlər sırasında o himn səslənəndə belə həqiqətən qürurlanıram ki, nə yaxşı ki, mən də Azərbaycan
xalqımın vətəndaşıyam. Bəli, övladlarınızın şəhidliyini gələcək nəsilə necə ötürürsünüz, necə təbliğ edirsiniz ki, gələcək nəsil də bax bu örnəyi götürsün ki, bəli, şəhidlərimiz vətənimizi, dövlətimizi, xalqımızı sevib, torpaqlarımız uğrunda şəhadətə ucaldı. Buyurun. Mənim xalqımıza bir, necə deyim, sözüm var ki, torpaqlarımızda gəzərkən şəhidlərimizi heç vaxt unutmasınlar. Daimi yad eləsinlər. Bu Onlar hər kəsin da- mənəvi borcudur. Bəli, övladlarına öğüt nəsihət versinlər ki, gələcəkdə şəhidləri unutmasınlar. Şəhidlər, nə deyim bala, çox uca bir məqamdır şəhid. Hər kəs ailədə Abdullanı tanıtsın, hər kəs ailəsində Akifi tanıtsın, hər kəs ailəsində Sərdarı, Nicatı, Bəli. hamını, Muradı, bütün ailələrimizi tanıtsın. Yəni, bax, bizim fikrimiz, məqamımız, məqsədimiz xalq olaraq budur ki, şəhidlərimizin adlarını övladlarımıza əzbər etməliyik və övladlarımızın onların qəhrəmanlıq yolunu tanıtmalıyıq. Düz. Buyurun, Allah Əhməd cəmi qardaş. şəhidlərimizə rəhmət eləsin. Amin, amin. Qazilərimizə də can Sizə də sağlığı səbir versin. versin. Səbir Təşəkkür versin. edirəm. Can sağlığı versin sizə. Mənim bir sözüm var, həmişə bu sözü işlətmişəm, bu demişəm ki, şəhidlərimizin haqqında vətəni sevən insanların arasında söhbəti geniş açın. Vətəni sevməyən insanların arasında çalışın ki, heç söhbət eləməyin. Çünki onlar bəzən görürsən belə qəhrəmanlıqla, uğurlarla barışmırlar. Belələri də var, Bəli, əfsuslar bəli. olsun ki, bu gün də var. Amma məktəblərdə, müəyyən tədris ocaqlarında bizim o qədər, məsəl üçün, idarə və müəssisələrimiz var ki, onlarda geniş mövzularda belə reportajlar hazırlamaq, təbliğatını eləmək, kitab üzərində çalışmaq, yazmaq, yaratmaq ki, bunun özü də bir təbliğatın bir növüdür. Bu yolda da işimizi davam etdiririk. Harda olsaq şəhidlərimizdən mövzu yaradıb söhbət edirik ki, bu 5 ildə biz Sumqayıt şəhəri demək olar ki, onda olanlardan biriyik. Bu sahədə. Tək mənim oğlumla bərabər deyil ki, o yadda qaldı, 12 ildən sonra doğulub bir dənədir. Orada 3 evladı olan var, 4 evladı olan var. Onlara da yaxından köməklik olunmalıdır, onların haqqında danışılmalıdır. Bəli, bu əsas bizə bu işdə kömək edir bizim balaca dostlarımız. Sağ olsunlar. Mən onlara balaca dostlar deyirəm, məktəbli uşaqlara. Ki, ibtidai sinifdə, bağça, bəli, məktəbə qədər də var, amma 1, 2, 3-cü, 4-cü, 5-ci, 6-cı siniflər bizə çox yaxından kömək ediblər bu barədə. Onların o iştirakları, onların o şeirləri söyləməkləri, bəzən özlərini onlar da saxlaya bilmir, emosional olublar, ağlayıblar. Yəni, biz belə bir şeyləri müşahidə eləmişik. Ailəmizdə də, istər qohum əqraba, indi məsəl üçün məhəlləmizdə də artıq hamı tanıyır, bilir. Bəzən içində orada geniş şərhə də ehtiyac yoxdur. Abidəmiz var, onun məsəl üçün nəzarət olunur orada. Keçənləri görmüşəm, hərbiçiləri ki, orada çeç verib keçirlər. Uşaqları görmüşəm ki, əllərin belə tutub Fatihə oxuyurlar. Yəni, ən azından müəyyən addımlar atılıb. Bəli. Bu barədə həmişə də qoçaqlarımız barəsində danışmaq lazımdır. Susmaq, ondan sonra belə dayanıb baxmaq, o bizə yaraşmaz. Bir şey ki, biz vətən üçün bu işləri görmüşüksə, həmişə bu sahədə öndə getməliyik. Bu bizdən bir örnək, bir məktəb olsun xalqımızın gələcək nəsillərinə. Və nə gözəl ki, məktəbdə siniflərə artıq şəhidlərin adlarını verirlər və həmin o sinif otaqlarında o şəhidlərin şəkilləri, onların keçdiyi döyüş yolu, onların keçdiyi həyat haqqında, yəni yazılar var, uşaqlar da gedirlər, o yazıları oxuyurlar, maariflənirlər. Maya ana, bəs sizin sözünüz necədir? Bax, bu gələcək nəsillərə necə ötürmək istəyirsiniz? Sərdarı, Akifi, yəni necə təbliğ edirsiniz, necə istəyirsiniz ki, gələcək nəsillər bunu davam etdirsin? Buyurun. Sağ olsun, indi məktəblər hamısını müəllimlər öyrədib, gənclərə gələcəyi ötürürlər, hamısını başa salırlar. Valla, elə balaca uşaqları dindirsən, şəhidlərdən danışanda ağlayır. Sağ olsun, müəllimlər hamısı onu öyrədir də. Mən necə deyim? Yəni tədbirlərə falan dəvət alırsınız da yəqin ki. Bəli, alıram, mən görürəm. Əlbəttə ki, bu hər biri Azərbaycandan.
hər bir xalqımızın nümayəndəsinin mənəvi borcudur. Necə ki, bugün Aqil müəllim bax bizə belə bir şəraiti yaradır. Həftə içi bir gün, çərşənbə günü saat 13-dən 14-ə qədər tariximizin imzası adlı verilişdə biz şəhidlərimizi tanıdırıq, təbliğ edirik. Sağ olsun, inanın ki, sevə-sevə o qədər bu işə yanaşır, imza atır, öz dəyərli vaxtını sərf edir. Təşəkkür edirik Aqil müəllim sizə. Allah sizə can sağlığı versin. Amin. Sizə də təşəkkür edirik ki, bugün dəyərli vaxtınızı ayırdınız, bizimlə həmsöhbət oldunuz. Və tamaşaçılara da təşəkkür edirik ki, bizə SMS-lər yazdı, bizi dinlədi və bizim şəhid ailələrimizin, hər birimizin dərdinə onlar da bizlə bərabər şərik oldular. Sağ olun, sağlıqla qalın. İnşallah növbəti çərşənbə günü eşidiləcəyik.